Herkese selam dostlar. Hamvız kanalıma ve yeni YouTube videoma hoş geldiniz. Bugün sizlerle beraber ad günüm için aldığım kargonu birlikte açacağız. Aslında tam ad günüm için aldığım değil. Yani ama birçok eşyalar var ki ad günüm için almışam. Ve birlikte kargo açılış edirik ve Hamvız kargo açılışıma hoş geldiniz. Belə bir kargo var. Mən biraz daha böyük gözləyirdim açıkçası. Çünki içərisində spoiler verməyəcəm. Amma zaten başlıqdan görmüşsünüzdür. İndi birlikte bunu açırıq. Özellikle çok heyecanlıyam. Məktəbdən gəldiyim kimi gördünüz. Bura oturmuşam. Heç paltarımı da dəyişməmişəm. Hadi o zaman bunu səliqəli açaq demək istəyərdim. Yəni qayçımı alıb gəldim. Biraz video kısa alınabilir çünkü tez açıp hamısını görsətmək istəyirəm sizə. Ama inşallah içərisində bir şeyim kırılmamış. Ama bu açılma yer var. İnşallah hiçbir şeyim kırılmamıştır. Kırılmamıştır. Ama artık olan olub çünkü əlimdə kargo. Uzatmayacağım. Ama açılmır da mən nə edə bilərəm? Aha, paltarım göründü inşallah. Neyse açıram. Yeni başladım mimikalara. Dostlar, ben organizer almıştım markerlerim için ve gelen şeye bakın. Ben bunu bu kadar balaca gözlemedim. Bir bu kadar gözlüyordum. Hemen buna markerlerimi necə sıkıştıracağım da yani. Bir de bana sor yani. Hiç şeyim düzgün gelmesi olmur da yani. Siz orada yəqin santimetrləri yazıb ama şəkildə görsənəndən eyni değil demək. Açılma yeri yoktu bunun. Mən buna markerlərim sıxışacaq, əminsiz. Mən əmin deyiləm, bir dəqiqə. Gəldim. 48'də ama mən belə 24 markerim var. Bunları işlətmirəm. İşlətmək istəyirəm. Spirt vurmuşam, ucu işləyir. Amma bu buna nə dərəcədə sığacaq? Sığışır belə. Nə bilim. Çox ürəyimcə olmadı. 10 üzərindən 7 verirəm. Boyuna görə qırdım. Keçirik digərinə. Heç moralimizi, motivasyonumuzu düşürmürük. Keçirik. Paltarımı en sona saxlamaq istəyirəm. Bu nədir? Mən bilir. Hə, bu şeydir amma heç istədiyim kimi gəlmir. Həyat bundan devam edəyərək görmüşəm. Mən deyirəm bu nədir? Mən donumun altına giyinmək üçün kalgotka vurmuşam. Amma gələn rəngə baxın. Orada rəng çeşidləri vardı. Mən də ət rəngini vurdum. Sizcə bənzəyir. Amma giyinəndə görərik. Bunu indi giyməyəcəm ad günümdə. Əldə daşlıydı və ağ rəngə çalan rəng tonunu vurmuşdum da, yəni mən. Qaşlar da buraya yapışıb. Materialı çox. Ay, aşırı dərəcədə incədir. O qədər incədir ki, dostlar. Əslində qaş da deyil. Yapışdırma. Və materialı çox incədir. Zaten kaprondur deyə İnce olması normal. Belə. Bilmirəm, bunu giyinəndən sonra görəcəyik nə qədər rahat olduğunu. Qırılmayıb. Mən belə ad günüm üçün Happy Birthday tacı vurmuşdum. Atam dedi ki, bu çox balaca gəlib, nə bilim nə qırılar birdən. Dedim, mənfi cəhətdən düşünmürük. Ay, çox bir şeydir. Happy Birthday. Ay. Taxmağa çalışacağım. Bu aralanmır ki. Bu aralanmır da. Mən neyniyim bunu? Başım acı. Dəqiqə, başım
Dostlar ben başım olmuş. Üzümü tırdım. Bir dəqiqəyə olmaz axı belə şey. Buna baxın qırılır da belə. Görmürsünüz ki. Mən başım olmur axı mən neyə bilərəm? Belə bir şey oldu. Oldu amma çox narahatdı. Belə ay biraz adamın saçını yolur. Amma ad günümüzü şəkil çəkdirmək üçün istifadə edərəm mən. Buna da 10 üzərindən 9 verirəm. 9 yarım deyək. Keçirik buna. Bildim nədir? Üzüm dızıldıyor bu arada. Bu da biraz balaca gəlib, amma o da yəqin böyüdərək görsədilər. Bu belə qulağın qırağına taxmalıq, bu hissə taxmalıq belə bir sırğa. Kurdeleli. Bu arada mən bu sifarişi martın axırı, aprelin 1-i kimi vurmuşam. 13 günə gəlib. Bu da aralanmır. Bu da aralanmır. Mən bunu necə taxacağım arkadaş? Yine elə belə deniyoruz. Oldu da ne kadar estetik olduğunu bilmiyorum. Siz necədir? Sizdə? Neyse anlayabildiniz. Hansı hissəsini tavacağım. Kulağım da çok çirkin şimdi bu arada. Neyse geçe durada. Ne oldu? Buna bak. Kıkkıl değil. Böyle bir şey. Ben bu hoppananda bu necə dözəcək bilmirəm. Bir dəqiqə. Yerləşdirməyə çalışaq. Bu qaldı. Buna oldu ama. Neyse çıxardıram. Necə çıxacaq? Ay. Necə çıxacaq bir dəqiqə Mədrik anam yazmışdı diye. Hemencik videomu söndürdüm. Atama da bir dənə şey vurmuşduq bir dənəcik. Vuranda həmişə özümə vururam. Başqasına vurmuram. Çünki sizə video çəkirəm hər vurduğumda. Bu arada gec gəlir deyə təmin videolarını arda çəkə bilmirəm. Hər ay kimi çəkməyə çalışıram. Neyse onun qulağından çıxartdım. Çox bəyəndim desəm hissiyatı heç qəşəng deyil. Çünki metal da hər yeri. Bu açılıb bağlanan da deyil. Qulağınızda sabit duracaq biləcəyimi bilmirəm. Məsələn sol kulağım oldu, sağ olmadım. Ben niye bilərəm? Neyse, çok vurduğum şeyi tam beğendiğim olmuyor. Bir de 10 üzerinden 10 olan. Ama inşallah paltarım çok qəşəngdir. İnşallah. Amin. İndi atam öz eşyasını götürəndə mən gördüm bəzi unutduğum şeyler varmış. O tepkilerimi sizə çəkə bilməyəcəm. Həqiqətən unutmuşdum bəzilərini. İndi keçirik digər eşyamıza. Biraz balacalarından devam etsək olur mu? Belə bir kurdele. Mən ad günümdə belə sadə qıraqlı. Əslində keçən il kurdeleli demişdim ki, belə kurdeleli mənə ad günü şeyləyin. Sonra dedilər ki, kurdele pis durar, gül elədilər. Açıqcası mən bu il qərarlıyam. Bunlar belə qırağına kurdelelər vuracaq. Ağ sadə tortun üzərinə kurdele. Amma açamadım. Belə kurdelelər. Amma biraz büzüşüb gələn. Mən bu kadar çok lazım değil. Mənə 5-6 dənə lazım idi. Sadəcə 5-6 dənəsini tapamadım. En azı 20 dənəsini tapabildim. Keçirik digərinə. Onun üzerinden 10 veririm. Ama böyle yani wow parça değil de yani normal gəlib. İndi keçirib buna. Mesela ben bunun içinde ne olduğunu aslında bilməməliydim ama atam açdı bildim. İndi açırıq. Bu böyle akrilik pastel qalemlər. Deyəcəksiniz, sənin markerin mi yoxdur? Mən markerim var, amma elə bil mən belə markerlər istəmişdim. Bunu da oğlum balaca gəlib 10 kili zakazmışdım, amma belə
qalınlığını çox gözləyirdim. İndi mən burada bir şey test eləmək istəyirəm sizin qabağınızda. Burada deyəsən qaranın üstünə ağ çəkmək olur. Belə bir şey, akrilik deyəsən. Dəqiqə, belə bir vərəq tapdım. Oh, çox qəşəngdir. Baxın, məsələn, bunun üstündən gedəndə falan digərlər kimi deyilmiş. Belə, bu qara. Biraz qurusun. Düz istədiyim performansı şu an alamadım. Yəni heç nə olmaz ağla. Ağımız da var. Bu da ağı normal vərəqin. Ağ çox qəşəngdir. Ağı sizə göstərməm lazım. Baxın, normalda. Görürsünüz də mənim. İndi qaranın üstünə gülücük çəkək. Baxın, olur. Bu funksiyasını çox bəyəndim özəlliklə. Özəlliklə belə quaş boya kimidir. Ona görə mən bunları istifadə edəcəm. Buna görə mən bunu çox bəyəndim. Bir də ki, quruması tez. Belə 12'li vurdum. Əslində mən bunu vurmağımın səbəbi 48'li vurmuşdum. Bu 24'dü, bu da 12'li. Yəni tamamlasın deyə. O da tamamlamır heç, amma nəysə o anki düşüncəm. Qabı da belə balaca. Tam məktəbə aparmalıqdır. Yəni balaca qabda deyə dedim. Devam edirik. Bu nədir desəz, telefonun üzərində inşallah yaxşı yanırdır. İnşallah baterikasına qoymuşsunuzdur. Açmamışam bunu bu arada. Sessizlik. Bunu da sizə shorts videolar çəkəndə və yaxud uzun videolarda böyük ihtimal ki bateriyası çatmaz, amma shorts videolar çəkəndə daha işıqlı bir görüntü əldə etmək üçün belə bir işığımız. Baterikası var mı? Yoxdur məncə. Baxaq. Şansımızı denəyelim. Deyək qısaq. Deyir ki, açma məni. Baterikam yoxdur. Neyse, açmayaq elədi. Çünki bilmirəm niyə. Evet, yanmır. Gəl bu jelatini çıxardaq. Çox şey səsi var idi. Yəqin ki, bunun içində yoxdur deyə düşünürəm. Amma açsa da bilmirəm ki. Dəqiqə, mən bunu açmağa çalışacağım. Bunun shorts videosunda, Tazin shorts videosunda onsuz da sizə göstərəcəydim. Temu'dan nə almışam bəzilərini. Bu da belə bir şey. Yəni bunu belə telefonunuzun ön hissəsinə keçirirsiniz, işıq yanır. Bunu shorts videomda baxaraq, siz də baxarsınız həmin videoma. İndi keçirik. Artıq bitdi də. Yox, mən bir dənə şey daha... Məhəl indi gəlir. Bir dənə şey daha vurmuşdum. İnşallah bu əlimə olar da. Yine kurdelelden gidiyoruz. Aslında kalgıtkamda kurdeleri vuracıydım da tapabilmedim o an aslında. Çok tatlış değil mi? Hamısı vurduğum bu arada metal kimi gəlir. Metal mı dillerine kulağıma takılan da. O da kurdeleliydi. 1, 2, 3, 4. kurdelem. Amma Happy Birthday-i mən daha yaxşı gözləyərdim. Belə bu hissəsi də ürəkdir deyəsən. Yox, ürək deyil, başqa bir şeydir. Nəsə zıngıraq, zıngır eləmək üçün. Onu heç görməmişdim, elə bildim o başqa bir şey. Bunu səlqəlicə taxırıq. Biraz yox, bu bağlanmır, belə qaldı. Belə bir şey də yenə əlim oldu. Və belə tutsa, biraz da sallasam çıxacaq, amma mən bunu taxacam ad günümdə. Amma çox sallanır. Amma səsdən inşallah eşidilməz. Qəşəng bir şeydir. Bəyəndim. Buna həqiqətən 10 üzərindən 10, yəni bəyəndim. Necə çıxacaq? Bunu bəyəndim. Amma bunlara puan vermədik. Hansına puan vermədik? Buna balaca gəlməsinə baxmayaraq 10'da 10. Bunu işlətməmişik dediyim kimi. Başqa məncə hamısını yorumladık diye düşünürəm. Geldik en önemli hisseye. Ad günü paltarımı risk elədim. Bu bir riskdir. Məni suçlamayınız. Ad günü paltarım. İnşallah bəyənərsiniz. Bir dondur.
Boyuma göre seçtim. 101, 146, 11 yaş olur. 11 yaşlı. Tapabilsem o modeli çekip koyarım bu hisseye. Geçeydi de bunun ipi elə bil çox uzun. Bir giyinib gəlsəm, ay, yuymaq lazımdır. Yuymaq lazımdır. Dostlar, belə balon ətəkdir. Balon ətək kimi tam elə deyil. Sizin bu hissədə görərsiniz. Qoysam əyən. Görmürsünüz. Belə çox uzun bir ətək də deyil, amma çox qısa bir ətək də deyil. Orta boylarda. Belə üstündən də anam çox düz bunu çox bəyənmədi, amma mən bunu çox bəyəndim. Belə kurdəleli belə bir üst. İstəsəz giyinərsiniz, istəsəz giyinmərsiniz. Amma mən bunu ilk dəfə giymək istəyirəm. Zaten kalqotqam da var. Çünki məktəbdən gəlmişəm. O zaman mən gedim bunu giyinib acilən gəlirəm. Dostlar, belə bir şey oldu. Amma mən sonra yay için diye. Bayağı dəqiqə. Belə. Uzaqdan. Ama görünmüyor. Hiç çek yapamıyorum. Biraz şöyle. Şöyle tarafa git. Şöyle özüm de bakın özüme. Ben de düşündüğüm kadar pis bir şey de değil. Bu kırışlar zaten atılacak dostlar. Narahat olmayın. Bir de bununla giyinmeyi istəyirəm üzərindən. Ancaq bundan daha bir şey duracaq. Burada mən çox bəyəndim ha. Belə deməyimə baxmayın. Qolun ətəyi ilk dəfə giyinirəm. Sadece bu hissesinde kemer kimi bir şey olabilir diye bir detay. Doğum günün kutlu olsun kendi. Her gün benim olsun. Doğum günü kızı hissettirmek. Ay, bunu çok beğendim ya bu arada. Çok beğendim. Buna 10'da 10 veririm. Hakikaten istediğim verimi verebildim. Çok geçeydim. Çok beğendim. Siz de yorumlara yazmayı unutmayın fikirlerinizi. Özellikle böyle bir şekilde. Çok şey olmaz mı? Bence çok qəşəngdir. Artıq dostlar, mənim Temmuz... bura qoymuşam mikrofonu. Deyirdim ki, dostlar, mən bunu çox bəyəndim. Ay da səsim getmədi. Boş verin dostlar, deyirdim ki, çox qəşəngdir. İstədiyim verimi aldım. 10'da 10 verirəm buna mən dedim. Sonra belə çox qəşəngdir dedim. Artık bu videomuzun sonuna geldik. Kanalıma hələ də abunə değilseniz kanalıma abunə olmağı unutmayın. Bəs siz bəyəndinizmi mənim təmiz sifarişimi? Mən çox məmnunam. Bəzi əşyalar çıxma şərtilə. Hadi o zaman sizləri çox sevirəm. Bye bye.